Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? O uşaq mən həkim olacağam deyəndə nə hiss eləyirdi və ona nə cavab verərdiniz? İndi hiss etdikləriniz qürur hissidirmi yoxsa peşmançılıq? Biz orta məktəbdə oxuyanda göz həkimi, teatr tamaşası göstərilirdi. Mənim də valideynim, Allah keçənlərinizə rəhmət eləsin, daima mənə deyirdi ki, qızım göz həkimi olacaq. Qızım həkim olacaq, həkim olacaq. Və biz ailədə məndən əvvəl ki, 2 övlad da o həvəsdən tibbin üstünə daxil oldu. Və bundan sonra atamın arzusundan mən də tibb universitetinə daxil oldum və fərqlənmə diplomu ilə tibbin üstünü bitirdim. Bugün ata vəsiyyətini həyata keçirdə bildiyimə görə bu peşə ilə çox qürurluyam və bu peşə ilə mən ən yüksək zirvələrə çatdım. Adlar qazandım. Ona görə də valideynimə borcluyam, birinci. İkinci də peşəmdən razıyam.